Ailəsi ilə birgə dəyəri milyardlarla dollar olan mala mülkə, biznes imperiyasına sahib dövlət başçısı korrupsiya ilə mübarizədə maraqlı ola bilərmi? Yaxud adı beynəlxalq korrupsiya araşdırmalarına düşən nazir korrupsiya ilə mübarizə komissiyasında nə iş görə bilər? 23 ildir hakimiyyətdə olan prezident İlham Əliyevin ailə üzvlərinin varidatı və lüks həyatı haqqında həm yerli, həm xarici jurnalistlər ortaya şübhəli maliyyə əməliyyatlarına dair təksib olunmaz faktlar qoyublar. Hələ 5 il əvvəl Pandora sənədləri ortaya çıxanda məlum oldu ki, Əliyevin övladları və ailəyə yaxın şəxslər Londonda offshore şirkətlər vasitəsilə dəyəri 700 milyon dollara yaxın olan daşınmaz əmlak alıblar. Əliyev bu pulların mənbəyi ilə bağlı İtaliyanın La Repubblica qəzetinə müsahibəsində demişdi ki, prezident seçiləndə mən kasıb deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. İlham Əliyev 2003-cü ildəki seçkilərdən sonra zorakılıqla və kütləvi repressiya nəticəsində prezident kürsüsünə əyləşəndə oğlu Heydər Əliyevin 6 yaşı var idi. 2010-cu ildə Azadlıq Radiosu Washington Postda istinadən prezidentin 11 yaşlı oğlunun Dubayda 44 milyon dollar dəyəri olan dəbdəbəli mülklərə sahib olduğuna dair araşdırma dərc etmişdi. Araşdırmada deyilirdi ki, Orta Azərbaycan vətəndaşı 10 min il işləməlidir ki, bu məbləği qazana bilsin. 2018-ci ildə Əliyevin qızları Leyla və Arzu Əliyevalar Dubayın Palm Jumeirah adasında 100 milyon dollar dəyərində olan otel və 17 lüks əmlakın sahibi kimi tanınırdılar. Bütün bu alqı-satqı əməliyyatları əlbəttə ki, şəffaf olmayan offshore pul köçürmələri vasitəsilə həyata keçirilirdi. Paradoksal səslənsə də, araşdırmacı jurnalistlər qaranlıq pul yuma əməliyyatlarında Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü olan DTX rəisi Əli Nağıyevin də adına rast gəlmişdilər. Baş nazirin birinci müavini Yaqub Eyyubovun da adı həmin siyahıda idi. Amma Azərbaycan parlamentində hələ də bu faktlarla bağlı komissiya təşkil olunmayıb. Prezidentin və nazirlərin, eləcə də digər məmurların mal-mülkünün mənşəyi sorğulanmayıb. Azərbaycanda adı korrupsiyada hallanan nazirlər adətən cinayət məsuliyyətinə cəlb olunmurlar. Onlar ya mükafatlandırılır, ya da vəzifələri dəyişdirilir. Məsələn, adı Beynəlxalq Bankın rəhbərliyinə açılmış milyardlarla manatlıq cinayət içində hallanan Maliyyə naziri Samir Şərifov istintaqa çağırılmaq əvəzinə vəzifəsi dəyişdirildi və baş nazirin müavini postuna təyin olundu. Siyasi rəqabətin olmadığı qapalı və qeyri-şəffaf dövlət aparatlarında bir korrupsioner məmuru digəri ilə əvəz etmək sistemin özünü dəyişdirmir. Müasir avtoritar rejimlərdə korrupsiyanı araşdıran tədqiqatçılar bunun səbəbini belə izah edirlər. Avtoritar rejimlərdə korrupsiyaya qarşı mübarizə çox vaxt seçici xarakter daşıyır və korrupsiyanı aradan qaldırmaq üçün yox, ondan təsir dairələrini yenidən bölüşdürmək və ya rejimi gücləndirmək üçün istifadə olunur. Korrupsiya idarəetmənin sistem yaradan elementi olduğu üçün burada korrupsiyaya qarşı əsl mübarizə cəhdlərinin özü əngəllənir. Cəmiyyət üçün görüntü yaratmaq və etiraz əhval-ruhiyyəsini zəiflətməkdən ötürü aşağı və orta səviyyəli məmurlar